Göz yaşardıcı qaz atdılar ora. Emin, məncə getməyə vaxtıdır. Bilirsən, keçən dəfə burada nə qədər adamı vurublar? Yo, narahat olma, heç nə olan deyil. Hər tərəfə baxıram. Həmin an ətrafımda nə az, nə çox, düz 3 ədəd qaz bombası partladı. 1, 2, bu da 3. Üzünü yusan keçib gedəcək. Gedək üzünə su vur. Su. Hə, Dözülməz ağrıdır, mən sizə deyim. Həm nəfəs orqanlarına gedib, həm də belə. Açığı mitinqin tam mərkəzində çıxılmaz vəziyyətdə qalmışdım. Belə bir aksiyalarla bağlı təcrübəm olmadığından bilmirdim hansı tərəfdə dayanım. Bir ara müxalifətçilər tərəfə keçdim. Dedim görüm nə olacaq. Qaz bombalarının arasında başa düşdüm ki, sən demə elə ən salamat yer polislərin yanında dayanmaqdır. Yenicə polislər tərəfə keçmişdim ki, bir də gördüm göydən daş yağır. Daş atılır hal-hazırda etiraz aksiyaçıları tərəfindən. Polis də maksimum çalışır ki, onları göz yaşardıcı qazla uzaqlaşdırsın ərazidən. Kenya polislərinin işi Allaha qalmışdı. Onlar da mənim kimi başlarını itirmişdi. Çünki bu biraz qeyri-ənənəvi mitinq idi. Sözün əsl mənasında başlarına hardan və nə gələcəyini heç özləri də bilmirdi. Bilirsiniz necədir burada vəziyyət? Yəni mən sizə deyim ki, bizim gördüyümüz standart etiraz aksiyalarına bənzəmir bu. Deməli, az qala flash mobdakı qəhrəmanlara oxşayırlar. Yəni bilinməyən yerdən, polisin zənn eləmədiyi yerdən 3 nəfər bir çıxdı, 2 nəfər bir çıxdı. Baxın, bayaqdan sakitçilik idi orada. Sən demə, həmin şəxslər də aksiya iştirakçıları imiş. Bayaq sakit dayanmışdılar. Polisi çaşqınlığa salmaq üçün hər vasitələrdən istifadə edirlər. Ona görə də polis, necə deyərlər, pərakəndə şəkildə fəaliyyət göstərir.